Əgər siz də mənim kimi az yeyirsiniz deyə şalvarlarınız əyninizdən düşür, beli heç saxlamır, onda bu üsulla şalvarın belini daralda bilərsiniz. Onu mütləq yaddaşa verin, çünki bir dəfə göstərəcəm, sonra deməyin ki, neyi necə elədin. Deməli, kəməri götürürük və şalvarın belinə bu cür adam kimi salırıq. Şalvarın düyməsini açırıq. İndi biraz çətin məqam gəlir. Burada diqqətlə baxın. Burada mənim də beynim biraz error verdi, çünki bunu mən özüm fikirləşməmişim, xarici videoda görmüşəm. Bunun fikirləşənin başı batmasın, çox yaxşı insandır. Bütün əsəblərimi oyatdı. Ancaq sonda bacardım. Ancaq başa düşdüm ki, məndə kəmərin tokkası biraz balacadır deyə çətin oldu. Deməli, diqqətlə baxın, mən burada nə etmişəm? Şalvarın düyməsinin deşiyinə kəmərin tokkasının dəmirini taxmışam. Kəmərin tokkası daha da böyük olsaydı mənə daha rahat olardı. Sonra da kəməri belə adi qaydada əsəbləşə və söyə-söyə kəmərin tokkasına taxdım. İndi gördüm ki, şalvarım da pis gündədir, ütüləməmişəm, əcəb eləmişəm. Nəhayət ki, məndə alındı. İndi bu şalvarı kimsə dartsa belə əyninizdən çıxmayacaq. Ona görə şalvarınızın itirmə təhlükəsi olmayacaq. Üzərimdəkilərin neyi harda almışam, linklərini hamısını storydə paylaşacağım.